3 manat 19 qəpidir. Abedov Günəbaxan yağı 1 litrlik 36% endirimlə 3 manat 19 qəpiyə Çup Araz Marketin bütün filiallarında. Sladunitsa şokoladları var, hansı ki qiyməti 11 manatdan 6 manat 99 qəpiyə Çup, bu da 36% endirim edir. Bu şad xəbəri paylaşmasak olmazdı. Bütün Araz Marketlərdə 10 aprel tarixindən 23 aprel tarixinə də möhtəşəm endirim aksiyasına start verilir. Möhtəşəm kampanyanı qaçırmayın və bir daha xatırladım ki, bu endirim kampaniyası bütün Araz Marketlərdə keçərlidir. Bura Sumqayıtda Şərq bazarında yerləşən Araz Marketdir. Continental Sladkı Sazvuçu şokoladları var, hansı ki 11 modelli 5 qəpidən 7 manat 69 qəpiyə Çup 33% endirimlə. Konfet bölməsində ümumiyyətlə endirimlər həddindən artıq çoxdur. Bəzilərini sizə üçün göstərmək istəyirəm. Jaco Barilotto var, hansı ki demək qiyməti 10 manat 99 qəpiyə Çup 14 manatdan. Desert piçenlər var, hansı ki Slavyanka 142 qramlıqlar 2 manat 69 qəpiyə Çup 32% endirimlə. Urra piçenlər var 240 qramlıq 1 manat 99 qəpiyə Çup 3 manatdan. Bu endirim kampaniyası 23 aprel tarixinədəkdir. Alpengo şokoladları var 80 və 85 qramlıq 3 manat 10 qəpikdən 1 manat 99 qəpiyə düşür. Bu isə 35% endirim eləyir. Blom safetləri 150 ədədlik 69 qəpiyə düşür. Bu da 44% endirim eləyir. Yeri gəlmişkən burada 180 ədədlikdə gördüm Blom safetləri, hansı ki 1 modelli qəpidən 85 qəpiyə düşür 43% endirimlə. Tualet kağızı peroların qiyməti isə 7 manat 95 qəpikdən 3 manat 99 qəpik. Mən deyədim yarı qiymətinə, tən yarı qiyməti 3 qat 8 rulon. 10 ədədlik süngərin qiyməti 1 modelli qəpikdən 99 qəpik. Hər kəsin evdə işlətdiyi Pervol UG gelləri isə 3 litrlik 20 modelli qəpikdən 10 manat 99 qəpiyə düşür. Bu da yarı qiymət mən deyərdim bunda, çünki 46% endirimi var. Elsef şampunu 400 ml 8 modelli 5 qəpikdən 5 manat 25 qəpiyə düşür 38% endirimlə. Nivea dezodorantları 150 ml 4 manat 49 qəpiyə düşür 32% endirimlə. 36% endirim var Colgate diş macununda, hansı ki 50 ml 3 manat 40 qəpikdən 2 manat 15 qəpiyə düşür və bu endirim kampaniyası da 23 aprel tarixinədək bütün Araz Marketlərdə var. Antibakteriyal sabun Protexlərin qiyməti 90 qramlığa yer gəlmişkən 1 manat 95 qəpikdən 1 manat 25 qəpiyə düşür 35% endirimlə. Persil 3 kiloqramlığın qiyməti 48% endirimlə 19 manatdan 9 manat 85 qəpiyə düşür. Mən deyərdim bu da yarı qiymətlə düşür. Doymaq makaronların qiyməti 99 qəpikdir bu mağazada. Gördüyünüz kimi 1 manat 29 qəpikdən 99 qəpiyə düşür. Qızıl quyu limonadları 3 çeşidi var, 3-ü də endirimdədir. 99 qəpiyə düşüb 34% endirimlə 1 manat 50 qəpikdən. Harika qazlı içkiləri 59 qəpiyə düşüb 26% endirimlə 80 qəpikdən. Burada kokteyllər də gördüm. Kokteyllər var, hansı ki bom kokteylləri 1 manatdan 69 qəpiyə düşüb 31% endirimlə və bu endirim kampaniyası 23 aprel tarixinədəkdir. Pepsi 2 litrlik 2 manat 20 qəpikdən 1 manat 85 qəpiyə satılır Araz Marketdə. 400 qramlıq şakko çayların qiyməti 10 manat 55 qəpiyə deyil, 6 manat 99 qəpikdir mağazada 33% endirimlə və bu endirim kampaniyası 23 aprel tarixinədəkdir. 2 litrlik Sunar Günəbaxan yağının qiyməti 11 manat 5 qəpikdən 8 manat 99 qəpiyə düşüb 18% endirimlə. Neste'nin sıyıqları var, hansı ki 8 manatdan 5 manat 99 qəpiyə düşüb, bu da 25% endirim eləyir. 1 litrlik Komili qarğıdal yağı 6 manat 60 qəpiyə deyil, 5 manat 99 qəpikdir mağazada və bu endirim kampaniyası 23 aprel tarixinədəkdir. Jacobs Goldların qiyməti isə mağazada 20 manat 30 qəpikdən 14 manat 49 qəpiyə düşübdür, bu da 28% endirim eləyir. 360 qramlıq Arion çoko payları ən sevdiyim 5 manat 40 qəpikdən 4 manat 29 qəpiyə düşüb 20% endirimlə 23 aprel tarixinədəkdə bu endirim kampaniyası qüvvədədir. Endirim həddindən artıq çoxdur. İstər ərzaq bölmələrində qəşəng endirimlər var, qeyri-ərzaq bölmələrində çox qəşəng endirimlər var. 24 saat işləyən Araz Marketdir bura. İmeni bu çəkiliş etdiyim mağaza Sumqayıtda Şərq bazarında yerləşən böyük ərazilərdən biridir. 53% endirim. Harda var bu qiymət? Pero mətbəx kağızı 5 manat 35 qəpikdən 2 manat 49 qəpiyə satılır bu mağazada. Kleenexlərin qiyməti mağazada 3 manat 60 qəpikdən 1 manat 99 qəpiyə düşüb 44% endirim edir bu da. Və yaxud da Pero tualet kağızının qiyməti 3 qat 8 rulon 7 manat 95 qəpikdən 3 manat 99 qəpiyə 48% endirim. Mən deyirəm yarı qiymətinə. 2 qat 24 rulon Lilia tualet kağızlarının qiyməti 11 manat 45 qəpikdən 5 manat 99 qəpiyə düşüb. Bu da yarı qiymət mən deyirəm, çünki 47% endirimdir. Mətbəx kağızı papya 2 manat 39 qəpikdir. Perolar var 2 manat 49 qəpik, bir hətta göstərdim. Burada da var, vitrində də var gördüyünüz kimi və yaxud da ki süngər 10 ədədlik 99 qəpikdir mağazada. Bu isə öz növbəsində 34% endirim edir. Pervol UG gelləri var, hansı ki 1 litrlik 5 manat 45 qəpiyə düşüb 8 manat 50 qəpikdən 35% endirimlə. 750 ml Domestosları göstərməsəm olmaz 2 manat 69 qəpik 40% endirimə düşüb, hansı ki 4 manat 49 qəpikdən 2.69-a düşübdür. Ferilər də var. Ferilər də qəşəng endirim görürəm. Buradan ki 450 ml qabyon maya feri 3 manat 90 qəpikdən 2 manat 99 qəpiyə düşüb. Videoları izlərkən bəyənib kanala abunə olmayı unutmayın ki, endirimləri qaçırmayasınız. Möhtəşəm endirimlər çox olacaq. Qarşıdan yeni vloqlar paylaşacağıq. Bura bir daha xatırladım ki, Araz Marketdir. Sumqayıtda Şərq bazarında yerləşən Araz Marketdir və bu endirim kampanyaları bütün Araz Marketlərdə keçərlidir. Yəni bu demək ki, sizə ən yaxın olan arazların birinə yaxınlaşıb siz də bu endirim kampanyalarından faydalana bilərsiniz. Möhtəşəm endirimdə qaçırmayın. 10 aprel tarixindən 23 aprel
tarixinədək bütün arazlarda kampaniya keçərlidir. Sizə ən yaxın olan arazlara yaxınlaşıb bu kampaniyadan mütləq faydalanmanızı tövsiyə edirəm. Adətən kommentarlar yazırlar ki, bu çəkiliş etdiyin Araz Market harda yerləşir? Ona görə bir daha xatırladım ki, Sumqayıtda Şərq bazarında yerləşən Araz Marketdir bura. Balıqlarda qəşəng endirimlər var. Krab çubuqları var. Məsəl üçün Santa Bremor var. Qiyməti 2 manat 69 qəpikdən 2 manat 19 qəpiyə düşüb və yaxud qızıl balıq kürüsü 2 manat 79 qəpidir. Krab çubuğu Vigi 2 manat 79 qəpidir. 200 qramlıq Ruski morelerin qiyməti 4.79-dan 4 manat 19 qəpiyə düşüb 12% endirimlə. Skumbre balığı başsız soyuq isə verilmiş 4 manat 89 qəpidir. Siyanek balığının filesi 6 manat 39 qəpidir. 200 qramlıq krab çubuqlarının qiyməti mağazada 2 manat 19 qəpidir. 230 qramlıq balıq kürüsünün qiyməti 2 manat 79 qəpidir. 240 qramlıq krab çubuğu Vicinin qiyməti isə 2 manat 79 qəpidir. Ümumiyyətlə balıqlarda endirim həddindən artıq çoxdur. Burada misal üçün sizə göstərə bilərəm. Syomqa balığı təzə ovlanmış, yəni sveji balıq 49.99-dan 42 manat 49 qəpiyə düşüb. Türk syomqa balığı dilimi isə 29 manat 89 qəpidir. Farel balığı təzə ovlanmış isə 11 manat 99 qəpiyə. Hələ kişmişin qiymətinə gəlin bir yerdə baxaq. 47% endirimlə 22 manat 50 qəpikdən 11 manat 90 qəpikdir mağazada. Yağlarda qəşəng endirimlər var. Saratovski yağı var. 60%-də 3 manat 79 qəpiyə düşüb 4 manat 99 qəpikdən. Tedai kara yağı var, hansı ki 19.99-dan 15 manat 99 qəpiyə düşübdür. Südçü kara yağı var 82,5%-dir. 18 manat 99 qəpikdən 13 manat 99 qəpiyə düşübdür. 82%-li Zanos yağlar var, hansı ki 18 manatdan 13 manat 99 qəpiyə düşübdür. Bu da 22% endirim eləyir. 1 kiloqramlıq mallo üçün bir kara yağı 23.95-dən 21 manat 95 qəpiyə düşüb. Çerkezov kalbasalar var 6 manat 99 qəpikdir. Sonra burada Gubernskaya kalbasalar görürəm 12 manat 99 qəpiyə düşüb 15 manat 95 qəpikdən. Möhtəşəm endirimləri qaçırmayın. 10 aprel tarixindən 23 aprel tarixinədək bütün Araz marketlərdə bu kampaniya keçərlidir. Yəni yenə deyirəm, sizə ən yaxın olan Araz marketə yaxınlaşıb siz də bu endirimlərdən faydalana bilərsiniz, hörmətli kanalımızın izləyiciləri. Bugünkü Araz vlogumuz bu qədər idi. Sağ olun, var olun.